13-cü suala. 13-cü sualda b kvadrat + 1 bölü b kvadrat 23 verir və bizdən modulda b + 1 bölü b-ni istəyir. Mən bunu köməkçi düstura əsasən b + 1 bölü b-nin kvadratı çıxılsın 2 vurulsun b vur 1 bölü b. Bu bərabərdir bizdə 23-ə. Buradan da b + 1 bölü b-nin kvadratı çıxılsın. Bunlar ixtisar gedir. 2 bərabərdir 23-ə. B + 1 bölü b-nin kvadratı bərabərdir 25-ə. Buradan da b + 1 bölü b bərabərdir müsbət -5-ə. Modulda verdiyinə görə modul b + 1 bölü b. Ona görə olacaq 5. Y bəndi. Baxıram 14-cü suala. 14-cü sualda k bölünsün m vur n bərabərdir 1-ə. M bölünsün k vur n bərabərdir 4-də 1-ə və m bölünsün daha doğrusu m bölünsün m vur k bərabərdir 5-də 1-ə. Deyir ki, k vur m vur n hasilini tapın. Bunları sistemi alıb alt-alta vursaq, k böl m vur n vurulsun m böl k vur n vurulsun m böl m vur k bərabərdir 1 vur 4-də 1 vur 5-də 1. Buradan da deməli m-lər getdi, n-lər getdi, k-lar getdi. Məxrəcdə qaldı 1 bölünsün m, n, k bərabərdir 20-də 1-ə. Buradan da m, n, k bərabərdir 20-yə. Yəni B bəndi. 16-cı suala baxıram. X-in kvadratı üstəgəlsin 1 bölü x kvadrat bərabərdir 2-yə. Bizə deyir ki, x üstə 6 plus 1 bölü x üstə 6-nın ifadənin qiymətini tapın. Bunu x kvadratına əsasən yazaram. X kvadratının kubu üstəgəl 1 bölü x kvadratının kubu şəklində. O da bərabərdir kublara görə açsaq. X kvadrat üstəgəl 1 bölü x kvadratı. Buradan da x üstə 4 üstəgəl 1 bölü x üstə 4 və çıxılsın x kvadratı vur 1 bölü x kvadratı. Müxtəsər vurma üsulunu tətbiq elədik. Buradan da alınır ki, x kvadratı üstəgəlsin 1 bölü x kvadratı vurulsun x üstə 4 plus 1 bölü x üstə 4-ə. Bunlar çıxılsın 4 çıx 1. O da bərabərdir. X kvadrat 1 bölü x kvadratını yəni 2 yazsam 2 vurulsun. X üstə 4-ü də yenə köməkçi düsturundan yazaram. X kvadratı üstəgəl 1 bölü x kvadratının bağlanmış kvadrat çıx 2 vurulsun. X kvadrat vur 1 bölü x kvadrat. Köməkçi düsturundan yazdıq. Çıx 1-də var idi. Bu şəkildə buradan da 2 vurulsun. Buradan yenə 2 qoysaq 2-nin kvadratı çıxılsın. Bunlar getdi. -2, -1 o deyir -3. Oradan da bərabər olur ki, 2 vurulsun, 2 vurulsun. 4-dən 3 çıxanda 1, o da eləyir elə 2. Yəni, Y bəndi. Baxıram 19-cu suala. B üstəgəlsin 1 bölünsün B-nin kvadratı bərabərdir 8 olarsa, deməli, B çıx 1 bölü B-nin kvadratının ifadənin qiymətini tapın. Bərabər yazıram. Buna birinci sual işarəsi qoyaq. Bu ifadəni sadələşdirirəm. B kvadrat üstəgəl 1 bölü B-nin kvadratı üstəgəl 2 vur B vur 1 bölü B. Yəni, müxtəsərə görə açıram. Bərabərdir 8 idi. B-lər gedir. Qalır B kvadrat üstəgəl 1 bölü B kvadrat bərabərdir 6 olur. Yenidən bunu verilən ifadəni, bizdən soruşulan ifadəni sadələşdirsək, yəni B çıxılsın 1 bölü B-nin kvadratı bərabərdir. B-nin kvadratı üstəgəl 1 bölü B-nin kvadratı çıxılsın 2 vur B vur 1 bölü B. Buradan B-lər gedir. Bu ifadəni biz 6 tapmışıq. 6 çıx 2 eləyəcək 4. 21-ci suala baxıram. A plus 4B bölünsün 3A çıx 5B bərabərdir 3 olarsa 3A plus B bölünsün 7B minus 2A ifadəsinin qiymətini tapın. Deməli, nə edəyək? Buradan birinci ifadəni sadələşdirərəm. Ona görə bunu silək elə ki. Çarpaz vursam, deməli, A plus 4B bərabərdir 3 vurulsun 3A çıx 5B-yə. Buradan da olacaq ki, A üstəgəl 4B bərabərdir 9A çıx 15B. Bir tərəfə keçək 19B bərabərdir 8A-ya.
Buradan da B'ye 8K, A'ya da 19K verərəm. Gətirib yerinə yazaq. 3A plus B bölünsün 7B çıx 2A. Bu da bərabərdir. 3 vurulsun A'nın yerinə 19K, üstə gəl B'nin yerinə 8K bölünsün 7 vur 8K çıxılsın 2 vur 19K. Bu da bərabərdir. 57K üstə gəl 8K bölünsün 56K çıx 38K'ya. O da eləyir. Demək 57 ilə 8 eləyir 65K bölünsün 65 bölünsün 18K. K'lar da gelir, olur 65 böl 18. Bunu buradan yazaq. Elə bunu bir dəfə yazaq. 18'də 65. Yəni A bəndi. Baxıram sual 22'yə. X'in kvadratı üstə gəl y'nin kvadratı bərabərdir 7x y. Buradan da x böyükdür y'dən, o da böyükdür 0'dan. Bizə deyir ki, x minus y bölünsün x plus y kəsirinin qiymətini tapın. Tək-tək tapaq. X minus y tapaq, bir də x plus y tapaq. Buradan. O da olacaq ki, x kvadratı plus y kvadratı çıx 2xy bərabərdir 5xy. 7xy parçaladım və 2xy sola keçirdim. Bizə verir x minus y-in kvadratı bərabərdir 5xy. Buradan da deməli x də müsbətdir, y də müsbətdir. Ona görə və x də y-dən böyükdür. Ona görə x minus y bərabərdir müsbət mənfi kökətdə 5xy. Burada hər ikisi müsbət və x da y-dən böyük olduğuna görə bu fərq müsbət olacaq. Yəni x minus y bərabər olacaq kökətdə 5xy. X minus y tapdıq, indi tapaq x plus y. Bunun üçün yenə bu şərtdən istifadə eləyək. X kvadratı üstə gəl y kvadratı üstə gəl 2xy cəmi tapmaqdır. Bərabərdir 9xy yazaq. Çünki 2xy sağa keçəndə yenə 7xy verir. Bu da x plus y-in bağlanmış kvadrat bərabərdir 9xy. Buradan da x plus y bərabər olacaq kökətdə 9xy. Yenə müsbətin götürdük, çünki x və y müsbətlər. Bu şəkildə. Yəni nisbətin tapın deyir. Buranı silək, nisbətin yazaq. X minus y kökətdə 5xy bölünsün kökətdə 9xy. Buradan da bir kökdə yazsaq 5xy bölünsün 9xy. Xy-lər getdi. Kök 5, 9'dan da 3 çıxır. Kök 5 bölü 3 D bəndi. 24-cü sualla B üstə gəl 1 böl B bərabərdir 2,5. Bunu da 2 tam deməli 2'də 1 yazaq. 2 tam 2'də 1. 0'dan böyükdür B, kiçikdir 1'dən. Olarsa B minus 1 böl B fərqini tapın. Burada B 0 ilə 1 arasındadır. Və bunu da bu şəkildə yazandan sonra deməli B ya 2 olacaq, ya da 2'də 1 olmalıdır. Çünki 2'nin üstə 1 böl B 2'də 1 gələndə də 2 tam 2'də 1 eləyir. Və yaxud da 2'də 1'in üstə bunun tərsi də 2. Bu da 2 tam 2'də 1 eləyir. Ona görə burada B-ni həm 2, həm də 2'də 1 kimi götürə bilərik. Bizim şərtimizdə də B 0 ilə 1 arasında olduğuna görə yalnız 2'də 1 götürürük. Deməli bizim B-miz oldu 2'də 1. B-miz 2'də 1 isə gətirib şərtimizdə yerinə qoysaq 2'də 1 çıxılsın 1 bölünsün 2'də 1. Yəni 2'də 1 çıxılsın 2. O da eləyir ki 2'də 1 çıx 2'də 4. Yəni mənfi 2'də 3 olacaq. Mənfi 1,5 C bəndi. Baxıram 26-cı suala. 26-cı sualda da ifadənin qiymətini tapın deyir. Yenə verilən şərti sadələşdirsəm 5A üstə gəl 3B bərabərdir 2A üstə gəl 2B-yə. Buradan da 3A bərabərdir mənfi B-yə. A olsun mənfi K, B olsun 3K. Və yaxud elə bunu silirəm, gətirib B-nin yerinə mənfi 3A yazarıq. B-nin yerinə yazaq mənfi 3A. 2A kvadratı üstə gəl 3A. Verilən ifadədə B-nin yerinə mənfi 3A yazıram. Çıxılsın B-nin yerinə yenə mənfi 3A yazsaq.
bölünsün 4a kvadrat üstəgəl mənfi 3a'nın kvadratı. Bu da bərabərdir 2a kvadrat çıx 9a kvadratı çıxılsın 9a kvadratı bölünsün 4a kvadratı üstəgəl 9a kvadratı. Bu da bizə verir 13a kvadratında mənfi 16a kvadratı. Bunlar da gedir qalır mənfi 16 böl 13 deyə bəndə.